Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Toxunma çox asandır, toxunması. Bunu uşaq üçün, böyük üçün, nəyə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, uşaq adyalına, papağa, nə istəsəz toxuya bilərsiniz. Bunun üçün belə bir sapımı götürürəm. Cüt ilməklər yığıram milin üstünə. Cüt ilməklərdən əmələ gələn bir naxışdır. Bir 20 ilmək yığacağım milimə. İki, üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 ilmək yığdım milimə. İndi buradan bir düğün atıram ki açılmasın. Bu artıq sapı da kəsirəm buradan. İndi mən burada rezinka toxumuram. Kimin ürəyi necə istəyir, o cürdə rezinka toxuya bilər. Mən də buradan bir sıra tərs toxuyacağım. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənar ilməyi də tərs toxudum. İndi arxa üzüdür, tərs üzü. Buradan da hamısı ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürürəm toxunmadan. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən birinci kənar ilməni götürürəm. Buradan 2 ilməkdən sonra bir ilmək, aradan ikinci ilməkdən sonra bir ilmək çıxardıram. Sonra bunları toxuyuram 2 ilməyi. İki ilməyi toxuduqdan sonra bu çıxardığım ilməni bunların üstündən keçirdirəm bu tərəfə. Yenə 1, 2, ikinci ilmədən sonra bir ilmək çıxardım. Bu 2 ilməyi yenə toxuyuram, düz toxuyuram. Bu çıxardığım ilməni bunun üstündən keçirdirəm. Yenə 2 ilməkdən sonra birini çıxardıram. 2 ilməyi toxuyuram. Bu 2 ilməyi toxuyandan sonra
bu ilməni, artırdığım ilməni buradan çıxardıram. Bu sıranın axıra qədər formada toxuyuram. Yine 2 ilməkdən sonra götürdüm. İkisini toxudum 2 ilməni. Götürdüyüm ilməni üstdən keçirdirəm bu tərəfə. Bu axırıncını da elə toxudum, ilməkləri düz toxudum. Bu artırdığım ilməni üstdən keçirdim. Bu kənar ilməyi də tərs toxudum. İndi arxa üzdən ilməkləri hamısını tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən yenə kənarı götürürəm, tərs götürürəm mən. Burada indi araya salıram. Bu birinci ilməni düz toxudum. Sonraki 1-2 ilmədən sonra götürdüm. Sonra bu 2 ilməni yenə toxuyuram. Yenə eyni şeyi təkrar edirik. Ancaq araya saldıq belə. Yenə 2 ilməkdən sonra götürdüm. 2 ilməni düz toxudum. Götürdüyüm ilməni üstdən keçirdim. Belə formadan axşa alınır. Yenə bu qalan ilməkləri də eyni formada toxuyuram. 2 ilmədən sonra götürdüm. Bu 2 ilməni toxudum. Artırdığım ilməni üstdən keçirdirəm. Bu 2 ilməni də yenə axırıncı. İlməkləri toxudum. Bu çıxardığım ilməyi üstdən keçirdirəm. Bu kənarda da bir düz qalır. Bir də bu kənar ilməyi tərs toxuyuram. Belə bu formadan axşa alınır. Arxa tərəfdən yenə bütün ilməkləri tərs toxuyuram.
Belə. İndi yenə birinci sırada necə başlamışdıqsa, tərs ilməkdən sonra 2 ilməyi, sonra da araya sal. Bir dəfə araya salırıq. Belə bu formada bir naxışa alınır. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər.